Azerbaycan Devlet Pedagoji Üniversitesi'nde Profesör Doktor Elman Guliyev'in Türk Halkları Edebiyatı kitabı tanıtıldı. Türkistan coğrafyasında yetişen edebiyatçıları ve onların dünya edebiyatına etkilerini derinlemesine inceleyen eserin birçok üniversitede ders kitabı olarak okutulması planlanıyor. Türk Halkları Edebiyatı adlı fundamental Azerbaycan Devlet Pedagoji Üniversitesi Türk Odası Müdürü Profesör Doktor Elman Guliyev, Türk dünyasına önemli bir eser daha kazandırdı. Guliyev, uzun bir süredir üzerinde çalıştığı Türk Halkları Edebiyatı kitabını tamamladı. Eser, Azerbaycan, Türkiye, Özbekistan, Kazakistan, Kırgızistan, Irak, Tatar ve Türkmen edebiyatlarının tarihçesiyle gelişiminin yanı sıra edebiyatçıların hayatına ve eserlerine de yer veriyor. Müəllifi olduğum Türk Halkları Edebiyatı, Türk xalqlarının ən qədim dövrdən bugünkü dövrə qədərki ədəbiyyatının ən aparıcı şəxsiyyətlərinin həyat və yaradıcılığını öyrənmək baxımından əhəmiyyətlidir. Və bu kitab universitetlərin tək olan bir dərsliyidir. Yəni bu dərslik bütün universitetlərdə istifadə olunur. Amma onu da qeyd edeyim ki, bu dərslik eyni zamanda Türk Dövlətlər Universitetləri içində Türksoy tərəfindən dərslik kimi tövsiyə olunmuş. Bu məqsədlə Türk Halkları Edebiyatı dərsliyim Özbək dilinə tərcümə olunub, Türkiyədə çap olunub. İndi müxtəlif Türk dillərinə tərcümə aparılır və bu kitab demək olar ki, müxtəlif dövlətlərdə, yəni Türk dövlətlərində yüksək qiymətləndirilib. Türk devletlerinde birçok üniversitede okutulması beklenen eser, Türk halk edebiyatının öğrenilmesi ve geniş kitlelere ulaşması bakımından değerli görülüyor. Türk halklarının akrabalık ilişkilerini kültür ve medeniyet penceresinden analiz eden kitap, Türklerin dünya edebiyatının gelişimine sunduğu katkılara da dikkat çekiyor.